As Lions komandasını təqdim edirik. Ruslan Aslanov, uğurlar təbrik edirik. Nömrə 10 Niko. Bəli, növbəti komandaları nadir. Mən Nömrə 13 sən təqdim edəsən növbəti komandaları. Növbəti komandalar Aslion komandası, George Qafarovgilin komandasıdır. George Qafarov bəlkə də çoxsu tanıyır onu. Sosial mediada. Bəli, o model kimi də fəaliyyət göstərir. Səhv eləmirəmsə, bloger kimi də fəaliyyət göstərir. Bu da həmin George. Və onlar oynayırlar Pulse Division komandasına qarşı. Məncə səhv olmalıdır. Kimdir bu komandalarda ən güclü oyuncu, favorit George. komanda? Çox super oyuncudur. Həqiqətən. Çox super oyuncudur. Özünə görəcəksən. Amma burada bir problem var. O problem odur ki, George orada demək olar ki, təkdir. George məşqlərdə iştirak eləyirdi, özün bildiklərdə iştirak eləyirdi. Digər komanda Pulse Division varmı yaxşı oyuncu burada? var. Belə deyim, 11 nömrəli oyuncu sıfırdan ümumiyyətcə məncə idmanla məşğul olmayıb, amma məşqlərdə iştirak eləyirdi. Onu sən hiss eləyəcəksən. 17 nömrəli oyuncu ümumiyyətcə basketbol nədir bilmirdi. O da məşqlərdə iştirak eləyirdi. 22 nömrəli deməli iştirakçı yox. O gəlmirdi, amma ki İştirak edirdi hər halda. bəli, onun boyu var, məncə köməklik eləyə bilər. Amma boyu bir qədər digər komandalara baxdıqda daha qısadır bu komanda. Qısadır, bəli, qısadır. Bunlar komandalarda. Bir nəfər 22 nömrəli oyuncu, o da ki görək müdafiədə özünü göstərə bilsə məncə George'un qarşısını ala bilər. George'un qabağını kəsə bilər, amma George'u sən görəcəksən. Onun çox gözəl, Deməli ən güclü oyuncu George'dur. deməli çox yaxşı şut stepləri var. Bir pivotu qaldıran şut steplər, spin Fake hərəkətləri yaxşı bacarır. Bəli. Ümumiyyətcə layupları səbətin altında bitirmələri George'un. Hətta adam elə bilir ki, bu insan basketbolla məşğul. Məncə nadir bildim, bu mənim şəxsi fikrimdir. Burada həvəskar Nadir kim idi yaxınlaşan sənə? Biz onun əməkdaşı idi. Və onu da Sponsordur. xatırlatmaq istəyirəm ki, Bizon Max bizim media liqanın sponsorudur. Onlar bizə məşqlərdə də deməli dəstək göstərirdilər. Onlara da təşəkkürümüzü bildirək. Bəli. Çox sağ olsunlar ki, belə bir yarışa sponsorluq etdilər. Nadir, mən bir qədər sənlə hansı fikri bölüşmək istəyirəm. George dedin ki, komandanın ən yaxşı oyuncusudur. Ümumiyyətcə bu iki komandanın içində məncə ən yaxşı oyuncu George'dur. Və bir məqamı da qeydim ki, əgər həvəskarlar basketbol oynayırlarsa, burada ən yaxşı səbətə həmlə edib xal qazanmaq variantı layup atışlar ola bilər. 100%. Razısan. Çünki uzaq məsafəli atışları 95% şəxs yerinə yetirə bilməyəcək burada. Belə olduqda, yəni 24 nömrəli oyuncu Layup'ı gedirsən, nəinki xal qazanmaq üçün burada düzgün müdafiə çətin məsələdir basketbolda və sən end one üçün gedirsən ora, foul üçün gedirsən ora, sən hər foulu sərbəst atışla bitirə bilərsən. Yəni ki, mən onlara həmişə deyirdim, çalışın içəri girin, foullar alacaqsınız. Bəli, layup'a girin, jump stop eləyin, shoot step göstərin, hamısını mən onlara keçmişəm, kim iştirak eləyib bilir və bunları da biz görəcəyik. Və nəyə qeyd etmək istəyirəm? George deyəndə sən kimi xatırlayırsan? Məşhur dünya basketbol arenasından, NBA-dən. Paul George. Görək, George Qafarov bugün Paul George-luq edə biləcəkmi? Paul George-u xatırlaya biləcəkmi bizə? 11 nömrəli oyuncu, bax həmin oyuncu barəsində deyirdim, çox gözəl ötürmə verdi. Çox həvəskarlı idi, hər məşqdə iştirak eləyirdi. Dribling, atış, üçxallıq atışları da var, sənə deyim, ondan görə bilərik. İnanırsan burada otururam və istəyirəm buradan nəsə deyim onlar. Bəli, amma artıq özləri qərar verməlidir. Bu da George out. Və mən indi baxıram,
Paul George Indiana'da 24 nömrəli formalı oynayıb. Xatırlayırdım bunu hardasa və George Qafarov da 24 nömrəli oynayıb. Məncə bəlkə də təsiri var. Bəli. Məncə elə ona görə. Düzdür, ən çox Kobe Bryant'a görə. o da ola bilər, amma insanlar Paul George hər zaman 13 nömrəli Indiana, formalı bəli. xatırlar. PG-13. Bəli. Yəqin ki, bu haqqda məlumatım var. Baxaq, izləyək oyunu. 0-0. PG-nin də crossları yaxşıdır sənə deyim. Məndə olub geniş crosslardır. Çox. Əsas məsələ xəttdən kənara çıxmaqdır. Bax bunu komandalar dərk etməlidirlər ki, yarım qövsü 3 xallıq zonadan geriyə açılmaq Adətən lazımdır. unudurlar. Çünki yenə də dediyim kimi 3-3-ə 5-5-dən də mürəkkəbdir. Çox çətin idman. Olur ki, hətta peşəkar basketbolda oyuncular unutmasa da tam tərk eləmir. Üçlük xəttini, perimetri tərk eləmir. Perimetrdə önəmlidir, Bəli. önəmlidir. Mən- O qayda çox önəmlidir. Perimetrdə gəlib yenidən içəriyə hücum etmək. Mən bir neçə oyuna fikir verdim, basketbolçular bəlkə çətin bacarırlar onu. Bəli. Bu da George-dan ilk xal. Sənə də bildirmək istəyirdim ki, mən bilirdim ki, George artıq içəri girəcək. Mən fikir Yenə verdim. özü başlamaq istəyir, amma rəqib komanda başlamalıdır. Bax sənə Belə olur. fikir versən, burada artıq mismatch var. Nəyə görə? Tərs uyğunlaşma, bəli. Düzgün müdafiə qurmayıblar. 91 nömrəli oyunçunun sultanı. Qoyublar matchup George-un üstünə. Tamamilə fərqli boyda oyunçulardır. Məncə onu etmək olmazdı. Yəqin mən düşünürəm ki, o qədər səviyyədə fikirləşə bilməzlər komandalar. Nadir, razısan yəqin ki. Söhbəti yox, düzdür, bildirmişdim o barədə. Bilirdilər, yəqin ki, indi həyəcan da var, yarış gedir. Əsas Tamaşaçılar məqsəd xal qazanmaq, tamam buna 100%. fokuslanıb bu dəqiqə. Yoxlamaq olar buradan, görək. niyə yoxlamır? Yoxlayacaq. Bu da belə. Au. Çox heyf. George son bir ay əlbəttə ki, buraxmışdı. Bir ay iştirak eləyə bilmədi futbola görə. Ona görə biraz itirib. Bir qədər yəqin ki, Nadir, siz məşqlərdə demisiniz bu barədə. Nəyi demək istəyirəm mən? Bir qədər yarışda artıq o qədər də sərt oynamamağı. Əlbəttə ki, onu burada həmişə bildirir. peşəkar basketbolçular deyillər. Peşəkar idmançılar ola bilər, amma peşəkar basketbolçular bilirlər zədə verməmək rəqibə. Artıq bəlkə də fikir verdin, oyunçular bilir necə müdafiə olunmalı. Çənəsindən zərbə gəldi. Bəli, Ona bəli. işarə edir o 2 nömrəli oyunçu. Amma oyunçular bilir ki, yəni artıq belə deyim, topa girmək, oyunçunu vurmaq, yəni ki, düzgün əllərini qaldırırlar, düzgün müdafiə olmağa çalışırlar. Əlbəttə ki, sərtliyi biz burada görəcəyik. Mütləq. Demək olar ki, hər məşqdə zədə olur. Hər məşqdə oyuncular zədələnirdi, çünki çox sərt oynayırlar. Doğrudan sizin işiniz çox çətin olub. Bu şəxslərə basketbolu Həddindən aşılamaq, artıq. öyrətmək. İnan ki, Qatışda belə problemlər görürük. Nadir, qatışda, hərəkət zamanı. mən özüm basketbol məşqçisiyəm bildiyin kimi. Bəli. Uşağa Uşaqları tanıyırsan yəqin biz izləyənlər. Bəli, uşaqlara, balaca uşaqlara məşq keçmək Komandanızın adı nə idi? Daha rahat məşq idi. keçdiyiniz. Əli müəllimdən səhv eləmirəmsə məşq keçirdiniz siz. media. Birlikdə. Ümumiyyətlə Əli Ümumiyyətcə Əli biz- Məmmədov kömək elədi burada Biz komandaya. Əli müəllimlə uşaq bizim basketbolundan. məşqçilik karyeramıza başlamışdıq. Xırdalan hafta yadıma gəlir bəlkə o Bəli, komanda bəli. yüksək liqada çıxış eləyirdi. Fırdalanda Bəli, Sakit bəli. müəllim idi baş məşqçisi. Bəli və biz orada Samit Nurzadə düzəldi. Samit Nurzadə. Sakit müəllim onun qardaşıdır. bizim Bəli. məşqçi karyeramız oradan başlamışdı. Xırdalanın uşaq komandasından. Və ona görə demək istəyirəm, uşaqlara məşq keçmək artıq böyüklərə məşq keçməkdən daha asandır. Çünki belə deyim, hamısının öz işi var, hamısı öz işi ilə məşğuldur və onlar gəlib oyun oynamaq istəyir, həzz almaq istəyir. Həvəskar, bəli, Bəli. həvəskar. Amma ciddi belə deyək, zədə heç kim almaq istəməz. Təbii ki, bir qədər basketbolçular da diqqətli oynamalıdırlar. Çünki təmaslar çox olur. Fikir verirsən, bax burada təmaslar var. Fikir verdi yəqin, Babula yaplardan danışırdım. Yaxşı hərəkətlərdir əslində. Düzdür, bir əs formasında itirib, bir aydan çox məşqlərdə iştirak eləmirdi. Amma ki, o layapları biz görəcəyik. Biz George-dan çox görəcəyik. Bəli. Nuru ilk dəfə oyuna girir. Qalib deyəsən. gələn komanda da mən düşünürəm ki, elə oyun yekunlaşdıqdan sonra bir oyunçu bizim mikrofonumuza yaxınlaşa bilər. Müsahibə ola bilər. Edərsən, bəli. sən daha yaxşı tanıyırsan o şəxsləri. Bəli.
Ona görə demək istəyirəm. Elə məncə Georginin komandası qalib gəlsə, George dəvət eləmək elə olar. George'u dəvət eləyərik, biraz danışar bu barədə bizə. Onun adı haqqında bəs bir qədər Azərbaycan adı sayılmır. Məlumatın var yoxsa yox bu barədə? Sözüncü məlumatım yoxdur. Bəlkə Mənim də yoxdur, amma- bəlkə də belə deyim, təxəllüsdür. Ola bilər. Ləqəb. Onu da biz öyrənərik. Bəli. Onu da biz öyrənərik. İndi bir neçə oyundan Son sonra saatda övladınla gəlib bura. Mən uzaq planda görürəm. Sən Bəli, qeyd bəli. etdin ki, onun həyat yoldaşı bəli, Azərbaycanlıdır və Azərbaycanlıdır. ölkəyə Məncə bağlı həyat biridir. yoldaşı da burdadır, onu dəstəkləyir. Əgər bu addım atıb Salfonso, onu mən düşünürəm ki, legioner kimi bizim idmanımızı təmsil edən şəxs olaraq yox, elə Azərbaycanlı kimi saymaq olar. qələmə almaq olar. Məncə elə Azərbaycanlı kimi də o sayılır, çünki olimpiyadada o iştirak edirsə boksçu kimi. Yəni çox insan belə bir fikir formalaşır ki, legioner də ölkəni təmsil edir, amma artıq o Azərbaycanlılığı hər tərəfli qəbul edib. Əlbəttə ki, Bravo və burada demək məşq bizə. eləyirsə illərlə buranın da məktəbinə alıb, buranın da məktəbi ilə işləyib və ona görə də Kim yaxınlaşıb? Məlumat verir. bizə yaxınlaşıb Abdullah Bəylərov. Vario. Məşhur Curry və Kobe itlərinin sahibkarı, sahibi. Warriors komandasının üzvü, Bəli, bəli, 4 Warriors. nömrəli formada. Şəxsən Golden State-dan patent alan Curry ilə o birisi Stephen Curry ilə əlbəəl görüşən. Ama bizden bir razılığa geldiler ki şampiyon olabilirsiniz bizim alıyorsunuz. Olabilirsinizsə ona O da düzdür və onlar da Yerinə razılaşdılar. yetirmək lazımdır bu tələbi. Stefan Curry'nin məsuliyyəti vermişsiniz. 100%. Uğurlar arzu edirəm. 2 dəqiqə 28 saniyə qalıb görüşün yekunlaşmasına. Hesab 2-0-dır. Aslion komandası qalib gəlir rəqibinə və Pulse Division hələ ki bu komandanın xalı yoxdur. Xal qazana bilməyiblər. Digər görüşlərlə müqayisədə məhsuldarlıq 2-0. aşağıdır. Adətən mən belə oyunlara futbol deyirəm. Çünki Bəlkə də xokkey. futbol hesabına oxşayır. Bəli, 2-0. Tenis hesabında bundan çox xal olur. Nə Bəli, bir? bəli, bəli. Əlbəttə ki, əl öyrəşənə kimi oyunçular da Çətindir, bəli, razılaşmaq çox lazımdır. isimli hərəkətləri eləyə bilmədi istədiyi qədər. Bizi izləyən təbii ki, kifayət qədər basketbol mütəxəssisi var. Mən düşünürəm ki, Əlbəttə ki, mən bir məlumat da buradan basketbol sevərlərin diqqətinə çatdırım. Hal-hazırda bizim efirimizi izləyən şəxslər arasında Azərbaycan milli komandasının baş məşqçisi Tahir Baxışev də var, bizim dəyərli mütəxəssisimiz. Ona da efir vasitəsilə salam göndəririk. Azərbaycan basketbolu üçün önəmli şəxslərdən biridir. Elə milli komandamızda Nadir yəqin oyunu Milli izlədi. İrlandiya komandamızın üzərində baş qələbə məşqçisi. qazandı. Çətin qələbə. Burada Makedoniyaya baş ağrısı oldu. Hətta Makedoniyanı biz məğlubiyyətə uğrada bilərdik. mən Sonda bilirdim ki, mən müəyyən bilirdim o çətinliklər özünü oldu. doğruldacaq. Mən bilirdim onsuz 100% və əslində Makedoniya ilə də oyunda biz qələbə qazanmalıydıq. Orada biraz bəxt problemi oldu. Bəxt amili, Biraz bəli. bench problemi oldu çünki amma təcrübə ilə getdikcə məncə onlar da Aradan qalxacaq. qaldırılacaq, bəli. İnanırıq milli komandamıza inanırıq və mən bir Demək olar- məlumata deyim. Reyting cədvəlində biz irəliləmişik. İrəlilədik, Qadınlardan bəli. ibarət komandamız 10 pillə, kişilərdən ibarət millimiz 5 5 pillə irəlilədi, bəli. reyting cədvəlində Səfər irəliləyib. Makedoniyanı 20 xalla biz üstün Əldə bəli 19-18 xallıq fərq var idi yanılmıramsa. Elə belə də olmalıdır. 20-yə yaxınlaşan fərq demək olar. Bəli, bəli. Amma yenə Artıq də hamı hər şeyi bilirdi və bookmakerlər də inanırsınız. Mən fikir verdim. İrlandiya millisinə artıq koeffisiyentlər birbaşa favorit göstərirdilər. Azərbaycanı favorit göstərirdi. Oyun əvvəlində Olur, İrlandiyanı favorit verirdilər. Oyun Böyük bir əvvəli- favorit verirdilər İrlandiyanı, amma biz qələbə Burada qazandıq. bir maraqlı hadisə oldu ki, oyun əvvəlini İrlandiya çox böyük bir favorit göstərirdi. Amma Azərbaycan 20 xalla üstəlirdi. Axırda sıxa bilmədi, amma məncə bu səhvi biz düzəldəcəyik növbəti. İnşallah. 100% mən buna Və cavab da inanıram. verəcəyik onların məşqçisinə. Növbəti oyunumuz Bakıda. İrlandiya ilə burada Bakıda İrlanda. Azərbaycandadır və Uğurlar, komandamıza uğurlar. Hayır, Artıq son uğurlar. saniyələrdir. Favorit qalib gəlir. Elədirmi? 20 saniyə bəli. Aslion və məncə bunu da
ötürmə gözəllikləsində. Səbətin altına yaxşı kat etdi 10 nömrəli oyuncu, amma George'un ötürməsini asistə çevirə bilmədi. Ümumiyyətcə qeyri-peşəkar Problem bu. oyuncu məncə gələk backboarddan, yəni ki Lövhədən kömək alsın. bitirsin, bəli. Çünki təmiz topu səbətə bitirmək adətən peşəkarlar da onu bitirə bilmir. Mən onları buna demişəm, neçə dəfə söyləmişəm. Amma o səhvləri yenə də deyirəm, məşqlərdə az iştirak eləyənlər, məşqlərdə ümumiyyətcə iştirak eləməyən oyunculardan biz görəcəyik. 6 saniyə dostlar. Basketbol sevərlər. Görüş yekunlaşmaq üzrədir. 1 saniyə qalıb. Qafarov. George Qafarovun driblinqi də maraqlıdır. Çağıraq Qafarov gəlsin, görən gələcək. Çağıraq.